Kızlar, kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz. Səfa gətirmişsiniz. Necəsiz? İnşallah ki, hər kəs yaxşıdır. Bu cübbulu buradadır, gördüyünüz kimi. Balaca stakanda su vermişdim. Bunu da balaca kofe stəkanında içdim. Çox istədim vereyim ki, indi yumurta hazırlamışam ona. Bir dilim pendir əzmişəm, bir de biraz çok. Hə oğlum, gəl indi ye bunu ağlı bala. Üzüm yok, üzüm. Belə kızlar, burada da Ömer'in pastelidir, koydum. Salatalar burada atmışdım yumağa. İndi bunu indi asacağım kızlar. Danışırız özünə. Yaxşı, biz indi gedək, qəşəng yeyək yeməyimizi. Yaş elədin. Heç nə olmaz, çox yaş olmayıb. Damcıdır, 1-2 damcıdır. Zərər yoxdur, gedək. Gedək orada qəşəng oturaq yeyək. Yaxşı. Tez 5 dəqiqə bunu gizdirim, sonra gedim paltarımı asım kızlar. Aşırı söndürüm. Hə, get. Yox, burada yox, orada oturaq. Divan qəşəngdir də, amma da 5 dəqiqə söykənsin. Kızlar, buraları qəşəng sərgiyə salmışam. Öməşkan pastelini yumuşam. Daha doğrusu qoydum, indi onu fırladacağım. Onu ayrıca etdim, fırladım. Geyimləri falan vardı, ayrıca fırlatdım. Belə. Buralar sərgəlidir, hə Ömər? Qaçır. Burada sərgəldim, göstərim. Səhər açılandan iş görürəm. Üst pastelimi də dəyişdim. Hər yanı yığışdırdım, qəşəng. Getdi yağlı bala, get. Yaxşı. Mama. Qartollardan getirəm, Fatma. Elə gözəl quşların səsi gəlir ki, qızlar. Oğlum, gəl bura. Orada oturaq. Hə, yaxşı. Nə gedəcəyim qızlar, gəlirəm. Da atası ilə biz oturuq deyə stol arxasında yeyirik. Artıq maşallah olsun, görür ki, yəni biz stolda otururuq. Böyük stolda oturmaq istəyir ona görə. Nəysə dedim, eşdən burada oturaq. Özüm də söykənmək istəyirəm divana. Onun dərdindən deyirəm ki, belə otursun. Belə qızlar, bax, çörəksiz belə yeyir, çörəyinə yemir. O gün bir izləyici yazıb ki, yeməli makaronla qatın verin də, ayrı-ayrı yəni yemirsə, yəni bir yerdə yemirsə, nə mənada orada deyirəm videoda ki, məsələn kotlet kartuşkatsa birinci kotleti verəcəm, biraz keçir, sonra kartofu verirəm və yaxud da ayrı-ayrı qablarda gətirirəm ki, seçməsin. Birini yeyir bitirir, dalca o birisini verirəm. Bu uşaq da belə xarakterdədir. Həmin xanıma demək istəyirəm ki, hər halda mən anasıyam, hamısını dənəmişəm. Məni çoxdan izləyən qızlar bilir ki, mən Ömərə necə baxıram. Hər cür dənəmişəm. Bu arada yumurta istitdi ya, gözlərəm soyusun. Yəni hər cür təcrübə etmişəm. Əlbəttə ki, mən də 34 yaşım var. Ağlım əlbəttə ki, gəlir qiyməni makaronla qarışdırıb verməyə, amma yemir, xoşlanmır. Yəni bir dəfə yeyir, sonra eləyir, yemir. Yəni ikinci qaşığı yemir. Ona görə də uşağı necə istəyirsə, elənçinə davam edirəm ki, ən azından yesin. Yəni vaxt vardı mənə deyirlər ki, sən nə qədər blenderdan supu keçirdib verəcəksə ona, mənim uşağım ögüyürdü. Yəni udmurdu. Hər uşaq fərqlidir. Məsələn, mənim iki bacım fərqli cür yeyib, mən fərqli cür yemişəm. Ona görə də demək olmaz ki, mənim uşağım belədir, sənin də uşağın yəni elə öyrət ki, bu doğru deyil. Bəlkə də həmin o mesajı yazan xanımın heç övladı yoxdur və yaxud heç ailəli deyil. Kommentari bildirir. Çünki düşünürəm ailəli adam yəni ən azından başa düşər ki, hər halda bu ana da özü bunu təcrübə eləyib yəqin. Gözə bir belə ironiya ilə yazmışdı mənə ki, yəni ki, sən bilmirsən, yəni bunun ikisini bir yerə qatda, qiymə elə. Heç eləmirik ki, yəni biz qiymə heç pişirmirik ki evimizdə. Belə, bax gördüyünüz kimi yumurtanı da, yəni mən dərd eləmirəm də. Bəzən baxıram, analar dərd edirlər özlərinə ki, ay Allah, yemir filan şey. Yemir, onu başqa cür sunun ona. Məcbur qalıb yeyəcək. Zaten həmişə bu belə davam eləməyəcək. Böyüyəcək, özü oturacaq stol arxasında, özü yeyəcək, böyük oğlan olacaq, hətta öz otağına çəkiləcək. Yəni həmişə bu belə davam eləməyəcək. Bir dənə bunu düşünüb toxtuyun əziz analar. Xüsusən də son zamanlar bu sosial şəbəkələrdə mükəmməl analıq rolunu oynayır bəzi qadınlar. Bunların heç birinə inanmayın. Bu hamısı göstərişdir, video xatirinədir. İnanın ki, kameranı söndürəndən sonra başqa cür bəlkə də uşaqlarına davranırlar. Bir çoxu, şəxsən yəni gözüm gördüyün deyirəm. Ona görə yəni hər şey gördüyünüzə inanmayın sosial şəbəkədə. Al oğlum. Oğlum. Al. Hə. Yəni necə bəyənir, necə istəyir, elə də verirəm ki, yesin təkim. Belə əzizlərim, çox başınızı ağrıtmayın. Dedim buna da aydınlıq gətirim ki, deyərlər çörəyinə niyə vermirsən? Ya çörəyi əvvəldən verirəm, istəyirsə, deyirsə çiçeği, artıq deyir özü. Çörəyi verirəm, həm də mən ona vitamin D verirəm deyə. Çox vaxt çörəyi birinci verirəm ki, az para belə ki, tam doymasın da, bu biri yeməklər də yesin.
Zaten çörək boş karbohidratda heç bir şey əslində xeyri yoxdur. Hələ indiki çörəklərin hansı undan necə bişirirlər onu da bilmirik. Yəni çox dərinliyə getsək həqiqətən başımızı itirərik. Belə. Yəni indi məsəl üçün lavaş vermişəm. Yarı lavaş verdim. Böyük idi evdəki lavaş. Yarı lavaşın içinə damcılatdım, vitamin D-sini verdim, yedi. Sonra gəldi ki yumurta. Sonra yumurtanı indi bişirmişəm. Bir dilim pendir, bir də şorla. Al. Çok kızlar, uşaq yedi yeməyini, mən gedə bilərəm. Qablarını indi yığmışam belə. Bu tapçıqlara fikir vermə, bunları yuyacağım bugün qəşəng. Burada qablarım var. Qabları indi gəlib yuyacağım 5 dəqiqəyə. Çaynik boşaldacağım. Yoldaşım səhər-səhər çay dəmləyib getdi. Belə bu 2-3 dənə qab da Ömər yedizlərində çıxdı. Bir də paltalarımı indi tez aparım, asam, qəşəng gəlim. Qızlar, gəldim ki, nəmləndirici kremi vurum. Yadıma düşdü ki, keçən səfər bir izləyicim yazmışdı ki, bu kremin şəklini falan bir paylaşardınız. Mən də söz vermişdim ki, o logolarımın içində deyəcəm. La Roche bu firmanındır. Çox qəşəng firmadır. Düzdür, ola bilər bəlkə kiminsə üzünə düşməsin falan, amma dermatologların məsləhət gördüyü bir kremdir. Yəni heç kimə bir zərəri yoxdur. Hətta göz altına tətbiq etmək olar. Mənim dermatoloqum deyib. Sadəcə dedi ki, çox az qolunuzda dirsəyinizdən aşağı tətbiq edirsən. Görsən əgər qızarıqlıq yoxdursa, demək ki, gözün altına tətbiq edə bilərsən. Mən eləyirəm, mənə heç bir şey olmur. Ancaq əgər sizin dəriniz həssasdırsa və siz belə yoxlaya bilərsiniz. Hə oğlum, nə istəyirsən? Gəlməlidir də, bura açmalıdır. Və belə qızlar, belə içiniz çəkin şəklini apteklərdə satılır. Bu 50 manatdır, 49 etkiyə almışdıq bunu. Üstündəki rəqəmi silib Ömər çıxardı. Ona görə sözüm yarımçıq qaldı. 50 manatdır bunun qiyməti, amma bu böyükdür, 200 millidir. Mən bunu almışdım ki, həm də Ömərə həkim demişdi, dərisi qurudu deyə bütün bədəninə vururdum. Ona görə bir dəfəli böyüyünü almışam. Amma bunun balaca tübüklarda olanları da var. Nə bilim 8-ə 7-yə belə qiyməti fərqlənirdi. Aptekdən soruşa bilərsiniz. Belə yaxşı kremdir, mən razıyam. İndi üzümə çəkim, gedim işlərimi görüm, davam edeyim. Qızlar, pastellərimi qəşəng astım. Elə xoşum gəl belə baxanda ki, tərtəmizdir hər şey. Pastelləri sonradan indi astım. Köynələrimdən pastellər atmışdım ayrı, amma bunları ayrı atmışdım uşağın paltalarını. İndi uşağın pastelini gedirəm, atım, gəlim. Bir nəfər məni çağırır. Olmaz, Ömər. Tək qoymaq olmaz Öməri. Hə, gəl. Gəl, gedirik həyətə. Gözlə bir dəqiqə. Burada gözlə mamanı, yaxşı? Hə, gözlə burada. Bir saniyə gözlə, o paltılar atsın yumağa. Demək, burada Ömərin pastelidir. Bunu atım. Uy. Belə. Tez yumada qoyacağım. Tez baza yuyulsun. Tez bir qablarımı da yumşaq həyətə düşürdüm. Bu arada qızlar, məndən tez-tez soruşursunuz. Bu qabları, bunlar hamısını trend yoldan almışam. Bu şüşəni, bundan 2 dənəsi mamaya almışam. Bir dənə özümə, mənə plastik bir dənə. Belə qablarımı da tez yuyum. Düşən yuyaq qablarımızı da qızlar. Sonra paltarlar da çıxar, onlar da asaram. Paltar deyirəm, bir pastel çıxar, onlar da asaram. Sonra baxaq. Evə sonra Öməri həyətdə əsas gəzdim, uşaq biraz hava alsın. Öməri axşam üçün izdirəcəm. Bugün bəlkə harasa çıxdıq. Uy, yoldaşım gəlsə, həmişə bu şüşə qabları yuyanda əlimdən sürüşür. Yoldaşım gəlsə bugün biz harasa çıxarıq. Hava yaxşıdır, Öməri istəyirdi zolparda aparaq. Bax görək, mən də xoşdur zolparda. Həm də hər tərəf ağaclıqdır orada. Yaşa olaraq ağacdır. Yaşağa fərqli olardı. Biz de bugün pazar değil, adam çok olur belə olanda. Ama olsun da. Gezdirəzik onu. Bu limonu Ömərin əlindən bura qoymuşam.
Ayaqları xalacinki məndən xəbərsiz açıb, əli çatır bəlkə. Açıb məndən xəbərsiz, oradan limonu yerə atıb top-top oynayır. Elə bir topdur. Deyirəm, ay baba, o limondur. Öldü limon. Deyirəm, hə, limon. Səs gidiyor mən. Özümə də bir dənə tofu pişirim. Həyətə. Hal-hazırda saat 11'dir. 11'dir. Gedək həyətə. Bunları da kuruyum. Gəlirəm. 1% süt götürürəm. Belə. 1% süt. Bundan böyle çaşqada edirəm mən sütlü kofe. Bu metabolizmanı tezləşdirir. Ve buna yarıdan biraz aşağı əlavə edirəm. Hardasa bura qədər də belə əlavə edirəm. Və təmiz su. 0.1% yağlılıq nəyə görə deyirəm? Çünki sağlam qidalanmağa və çəki atmaq istəyən qızlar belə, yəni az yağlı sütdən istifadə edin ki, kökəlməyəsiniz. Daha da metabolizmanı tezləşdirir onda. Və o gün kofemi soruşublar. Mən bundan içirəm. Mehmet Efendi. Bu dadlıdır. Ama bir tane de fındıklıydı, fıstıklıydı o gün. Atam almıştı. O da hoşuma geldi. Ama ondan mesela markette yapabilmedi gözüm. Ona göre elə bunu aldık. Fonda da ki səs-küyə bax da arka fonda. Ömer bir dəqiqə dayanır. Bunu tez-tez belə qarışdırırıq ki kofemiz həll olsun biraz. Və qoyuruq bura. Burada da əvvəl biraz isinənə qədər tez-tez qarışıq. Onda qəşəng köpürür qızlar. Süt də qəşəng köpürür. Amma mən manatlıqda o mixer kimi olan şey var ya, ondan alacağım ki süt onda vapşi qəşəng köpürür. Cappuccino kimi olur. Belə. Baxın qızlar, asta-asta qarışdıranda ara sıra dəmlənənə qədər belə gözəl köpürür. Və görəndə ki belə puziroklar çıxmağa başlayır. Onda mən bunu əlavə edirəm stakana. Və yenə də onu deyim ki, mən qəhvə sevən insan deyiləm. Ümumiyyətcə içməyi xoşlamıram. Yəni olmasa da illərlə, əsrlərlə yadıma düşməz. Sadəcə tox tutur insanı. Ona görə də 10, 11, 12 saatlarına qədər içmək olar. Biz ki, mənim zobum da var. Yəni zob xəstələrinə də çox məsləhət görülmür stakan qəhvə içmək. Ona görə də mən qəhvənin həm dadı olsun deyə mən yeyə bilim. Gör nə gözəl köpürür. Həm də biraz da tox tutsun. Sütdə adam tox tutur axı. Ona görə belə qəşəng bişirirəm. Biraz da qoy köpürsün. Pişirirəm və içirəm ki, bu stakan məni saat 2-3-ə qədər tox tutacaq. Və 3-4 radələrində belə bir dəfə yemək yeyəcəm və onunla bitirəcəm. Həqiqətən də günə 500 qram, 600 qram çəki gedir. Nə qədər ki köksən, çox gedir çəki. Çünki yağ yəni deposu var da bədəndə. Amma o ki düşürsən çəkiyə, azalır da çəkin, yavaş-yavaş gedir. Günə 200 qram, 300 qram, bilsinəcə. Belə. Hədəfim 59 kilodur qızlar. Hələ var bir ayda. Bir ay yox, ümumiyyətcə yenə deyirəm, davam eləmək istəyirəm. Daima belə qidalanmağa ki, bu daha mənə yaxşı təsir edir. Yəni tənbəllik olmur məndə. Çox yeyəndə insan tənbəlləşir, süstələnir. Və Peyğəmbərimiz də belə buyurursa ki, mədənizi 3 yerə bölün, biz də 3 yerə bölək. Hava, su və qida. Baxın. Getdik. Oğlum dur, getdik həyətə. Dur. Fırlanır. Ağıllı balam, maşallah sənə. Maşallah. Maşallah. Getdik qızlar həyətə. Yenə yağış yağmışdı. Gəldim bu həyətdəki masanı sileyim. Qəşəng oturum, içim kofemi. Ömər də oynayır skuturu ilə. Bacım alıb ona skuturu. Allah canına dəyməsin. Belə qəşəng oynayır, başqa aşır yenə. Bir ara istəyirdim bura yelləncək alam. Dedim eşi yox, sonra onsuz da böyüyəcək, uşaqdır, böyüyür, tez vaxt gedir. Sonra neyniyəcəm? Ona görə saxladım. Baxın bu masa belə açılır, qəşəng olur, yumru masa. Sadəcə silməyə çalışdım.
Hə, dedim yox, elə skuter var da sürür. Parka falan gedirik də. Bir dəfəli böyük yerləncəyə alarıq. Döşək çəli falan həyətə. Biz də oturarıq. Ay. Ömər, eləmə. Ona baxanır. Dayanmır bir dəqiqə. Bir dəqiqə dayanmır ki. Ömər skuturu sürdü, ana heyran. Kızlar, mən oturmuşam. İçirəm sütlü qəhvəmi. Oğlum da oyun oynayır. Daha tərəf çəkmirəm. Ay Allah. Attın. Dünən attım. Topu. Arılar var. Arı deyirdi, kəpənəklər. Hə, oturub da dəymə. Qoy yazıq da oturub. Dəymə. Yaxşı, gəl. Gəl verim topumu. Sonra mən bir kəlmə söz danışım. İzninlə, icazənlə. Allah, oyna. Demək kızlar, onu da deyim ki, oturmuşkən bayaq Instagrama story atırdım və orada da təşəkkür elədim. YouTube vasitəsilə təşəkkür eləmək istəyirəm. Ola bilsin bu vloglarımı izləyərlər həmən xanımlar. Instagram hesabları Minnoş Vlog və Jalə bacım. Hər ikisi çox dəyərlidir mənim üçün. Çox sağ olsunlar. Təmənnasız mənə dəstək oldular Instagramda. Nəyə görə? Birisi Instagram hesabıma uğranmışdı və onu şükür Allaha ki geri qaytara bildik. Artıq 2 aya yaxındır ki onun üstündə işləyirdik, onun üzərində bu işin. Bu iki ay müddətində bu iki xanım mənə çox kömək oldu. Allah onlardan həqiqətən razı olsun. Yedək səhifə açdım. Qısa müddətdə yedək səhifə 600-ə yaxın izləyici gəldi. Elə o səhifəni saxlayıram zaten, yəni nə post paylaşsam orada da paylaşacağım. Aranızda Instagram hesab, yəni Instagramı olanlar varsa Ülviyə Mahmudova yazsaz çıxacaq və yaxud da Ülviyə Mahmudova vlog. Həm yedək səhifəmi, həm əsas səhifəmi, 60 minlik səhifəmi izləyə bilərsiniz. Orada da günləri storylər atıram. Belə buradan təşəkkür etmək istədim həmin bacılarıma. Get götür oğlum, heç nə yoxdur orada, götür. Mən gəlim. Sən qorxaq oğlan deyilsən, get götür. Götür, yoxdur orada, heç nə, mama baxır. Götür, götür. Belə qızlar. Bu yenə topu atdı ora kündə. Belə-belə yiyirək ki, mən durum onu oynayım. Belə, yəni, təşəkkür etmək istədim. Çox sağ olsunlar. Hal-hazırda səhifəm geri qayıdıb. Bir dəqiqə deyən oğlum. Oyna. Hal-hazırda səhifəm geri qayıdıb və yenə də deyirəm, günləri storylər atıram. Hər iki, daha doğrusu əsas səhifə 60 minlik səhifə Ülviyə Mahmudova yazsız çıxacaq. Götür oğlum, götür. Yedək səhifədə Ülviyə Mahmudova vlog. Hər ikisində də zaten açıq səhifədə görəcəksiniz. Belə. Kızlar, Ömərim beləcə bu palazını yığışdırım. Bunu bırakayım, hələlik aparacağım, həyətdə çırpacağım. Yuyuram, hər həftə onu yuyuram, təmizdir deyə də yuyuram. Şimdi başlayaq buralardan. Bu arada Öməri yedirdim, həyətdən qalxdıq və yemək yedik. Şimdi oturub 5 dəqiqə cizgi filminə baxır, dedim ki, o baxsın. 5-10 dəqiqə vaxt aparacaq. Bir dənə evi toz soğranlayayım, səsli köylü işi bitireyim. Ondan sonra Öməri yatırdıb evləri siləcəm. Saç toz soğran işimi bitireyim güzel. Pasteri falan dəyişmişəm. İstəsinə soğuduğumda. Ona görə səni görürsün. Onsa biraz yiyən kimi yatırtmaq olur da. Hər gün olmalı bax yeməyi. Kravatın altını falan da eləyim bir dənə. Təkəlinirəm deyə pərdəni falan qaldıra bilməyim. İndi qaldıracağım. Siz daha yaxşı eləyəcəm. Kızlar, bu bir otağa da istəyirəm başlayayım. Yataq otağına. Ən çox mənim vaxtımı qonaq otağa aparır. Çünki orada hərəkət çox olur. Ona görə. Burada tunçlar da çox, oralar da çox soğranmayacağım.
deyim ki, Ömer gəlməmiş bitirim. Kızlar, yoldaşım gəldi və bazarlıq eləyib. Mən də hamısını açdım ki, bilim para nəyə qoyuram. Bunu da buraya yerləşdirim. Hələlik. Şimdi hamısını soyuducuya yerləşdirəcəm. Deməyi belə demişdim. Kolbet falan alsın. Və sizlə bərabər yerləşdirin. Bacardığım qədər. Bunları heç olmasa bir yerdə qoyaq. Bunu böyle koyuram bura. Belə yağ alıb yoldaşım, un demişdim, al, çörək alıb, makaronlar alıb belə. Var idi evdə hələm, ona görə dedim 3 paçkal bəsdim. Bu arada aylıq bazarlıq kimi bir şey gedir də, bu da belə deyim. Belə reyçolu ketçup alıb, salfetka mütləq uşaq olan evdə lazımdır. Belə Omonun qaralar üçün olan pervo tipli bir şeydir. Kırlangıçın belə soğuk yağını alıb, başqa evdə də yağ var idi, ona görə dedim 1 litre yağ bəsdim. Belə dezodorant alıb, çok bitmişdi artıq. Şirniyyətləri işlədirəm deyildə. Belə qabartmalar dedim çox al, bir 10-15 dənə al. Yumurta alıb, yumurta burada evin yanında zaten tez-tez alırıq kəndi yumurtası. Ona görə 10 dənə dedim, al bəsdir. Belə konfetlərdən alıb, ən sevdiyim bruni və ən sevdiyim bu. Çok çəkdirəm bruniylə. Belə bunlardan alıb, biber alıb. Deyib ki, yoldaşım pomidor düşüb bazarda 2 manat olub. Pomidor alıb, var idi pomidor, dedim azal, evdə soyuducu da var hələ. Biraz badımcan dedim, nəsə yemək pişirərəm, haman Ömər üçün alıb. 4 dənə toyuq demişdim, deyib ki, ağır idi, yükümcü, ona görə 2 dənə hərli aldım. Sabah da onsuz küçəyə çıxacaq, 2 dənə də alacaq. Belə 40 manatlıq üçün çəkilmişək, bizdə çox işlənir qızlar. Tikətinə mənə yoldaşım, biz çox sevmirik. Yəni, xoşlanmaqda tikəti çox. Ömər də çinliyə bilmir, yaxşı, ona görə daha çox belə çəkilmiş ət. İndi inşallah sabah çıxanda azca tikət də alacaq. Bir də 2 dənə də toyuq alacaq. 4 dənə toyuq bizə pulunu bəs edir bir ay. Çünki tərəvəz uca yaydı da. Tərəvəz yeməklərdə pişirirəm. Bəzi gün olur ki, su pişirirəm. Bəzi gün olur ki, ətli yemək pişiririk. Ona görə 4 dənə bəs edir. Zaten 2 nəfərik. Uşaq da nə yeyir ki, güya. Belə öygə ət etdim, alsın biraz. Belə qalır sonra xarab olur. Belə qızlarını bunları yer verelim qəşəng ki, yeməyə indi qoyuram istiyə. Toyuğum var idi. Qablarım bu arada yunum, yenə 1 ton qab çıxmışdı. Toyuğumu qızartmışdım. Onu keçən vlogda bəlkə izləmişsiniz. O toyuqdan qalıb. Bu arada siz 2 gün, 3 gün, yaxud 1 gün arayla vlogları izləyirsiniz. Amma mən arda çəkirəm deyə yeməyim hələ qalmışdı. Orada 3-4 qusok toyuq əti qalıb deyə mən burada biraz makaron süzəcəm. Çünki nədir? Makaronum bitib, az elədim ki, sveç olsun makaron. Belə tez indi bunları yığışdırım buradan. Yemeğimi hazırlayayım. Bu arada Ömer yatdı. Ona görə də tez yemək işini həll edelim ki, polları başlayaq silməyə. Kızlar, Meşkanın... Ne? 5-3 tane çıxartıb. Malades ona. Ben buradan yığıram, o da oradan dağıdır. Şimdi xalçasını da çırptım. Belə. Gəlir ata, gəlir. Qazı yükləsin. Gəl sən tırtırığı sürürəyim. Tırtırığı qəşəngim. Həyətdə sürdü deyə təkərlərini qəşəng yudum. Götür, sür. Sür. Sürsün, mən də paltarlarım var, 1-2 dənə. Paltarlarımı şeylədim, indi təmizlik bezlərimi də atacaq fırlansın. 2 dənə təmizlik bezimi atmışam. İndi inşallah ki gözləyirəm ki yoldaşım su ilə işi bitsin ki mən mebelləri silməyə başlayayım. Mebeli silim, Allahın izniyle sonra ben yiyeceğim. Atacağım təmizlik bezlərini. Geldi bacoz, buraların tozunu alın. Qəşəng toz almaqla finish olun. Yoldaşım kömək elədi. Bu arada daha onu çəkmədim yoldaşım, çünki düşmək istəmir kameraya işinə əlaqədar. Yəni deyərsiz sonra sən heç mebelin başını falan, nə bilim, üstü falan silmirsən qızlar. Demək olar ki 10 gündə bir,
Baxır da yoldaşım nə vaxt evdə oldu. Silirəm. Özüm qalxsam da mənim əlim o dərinə çatmaz. Məsələn, baxın, şifayen o hissəsi çox dərindir. Mən ora qalxsam da əlim çatmır, yəni dərinliyə. Belə qəşəng tozları da alaq. Allahın izni ilə gedim sonra Ömərin axşam yeməyi hazırlayım. Bu arada siz tez-tez məsələn görürsünüz ki, hə bu işdən o işə keçdi, o işdən bu işə keçdi. Amma əslində qızlar, bu işlərin arasında o qədər iş görürəm ki, olan hamısını çəksəm, o gərək 24 saatlıq video olsun. Belə ayaqlarını da silək. Qurtaq. Gedim katlet koymuşam kızarsın. Gedim 2 tane de pomidor da koyayım yanına. Yoldaşım dedi ki istəyirəm pomidor da. Demək canamazımı da yudum attım maşında fırlansın. Gələ indi buranı təmizləyək. Əskini bu arada yudum, bezi yudum gəldim. Buzluqda katletim var idi. Onu çıxartmışam. Onu koymuşum kızarsın da. Gedim oraya 2 tane de pomidor koyayım. Şimdi oturak yüzüm şeyi. Belə hər yan təmiz oldu qızlar. Ömər də skuturu sürdü, getdi atdı ora. Tomuçkaları sildim. Bu şüşəni güzgün sildim. Ömər maşında götürmüşəm apamı bir otağam. Belə güzgə tərəf durmuram ki, hicabsızam, düşürəm çünki. Belə qəşəng hamısını yığdım, yığışdırdım. Güzgüləri sildim. Bunun baxın belə açılır. Bunun altı da toz olur da. Oranı da sildim. Bütün arxası, önü hamısı belə tərtəmiz oldu. Böyük şüşəni də başdan boya aşağı sildim. Bayaq dediyim kimi mebellərimin üzərində bu üst hissəni yoldaşım sildi, sağ olsun. Belə keçim gedim yeməyi hazırlayayım. Söz qızlar, aparım oyuncaqlarını qoyum yerinə. Hamımı da sürtdüm, təmizlədim. Kreskanın üstünü çıxardıb altına oturur, təsəvvür edin. Atasına bəxtir ki, oturacağım altına. Neyse belə. Gedim bezlərimi də atım fırlansın. Bezlərimi də atım fırlansın başından. Biraz qaranlıq oldu, zıbsayın. Kaldırdıq. Burada təmizlik bezim var. Əlində atacağım fırlamağa. Şampun da əlavə eləmişəm ora. Belə katletim də qızardı. Makaronu da koyayım, isti olsun. Böyle qəşəng yiyək. Yiyək sonra ətəyə toyuğu sərçofka yiyim inşallah Allah deyən olsun. Bezlərim də çıxdı. Aparım bunları asım. 4 tane bir bezim vardı. Attım burada fırlansın. Lap tez rejimə qoymuştum. Yəni 30 dəqiqəliyə qoymamışdım ki şampunlansın. Zaten təmiz, yəni tozlu bir bezdir. Belə qızlar hər yeri yudum. Buraların yağını yudum. Katlet falan qızartmışdım deyə yağ olmuşdu. Qablarımı yudum. İndi biraz su çəkilsin. Qəlb qurulayacağım. Pərdəni çəkdim. Hər yan sərgəlidir. Elə buralar da sərgəlidir. İndi gedib Öməri yatırdacağım. Buraları da qurutmuşam. Bu arada həmişə quruduram. Çox yaş saxlamıram. Rezini də quruduram. Və açıq saxlayıram ki, qoxu falan olmasın paltar yanında. Belə vlogu burada bitireyim. Çünki gedib indi uşaqla məşğul olacağım. Onu çimzdirim ya yatızdıram. Buradan o tərəfə də vlog çəkməyəcəm. Normal olaraq artıq gecdir. Sonra da özümü dincəlmək istəyirəm. Gecəniz xeyri və nura yönəlsin inşallah. Allahın nəzəri, Allahın nuru hər birinizin üzərində olsun inşallah. Hər birimiz Allahın kölgəsində olaq. Hələlik.